Hal-hazırda Tovuz rayonunun qəhrəman kəndlərindən olan Əlbəyli kənd məzarlığındayıq. Hər kəsə məlumdur ki, bugün 27 sentyabr anım günüdür. Bütün ölkə səviyyəsində bugün şəhidlərimiz anılır. Allah cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin, məkanını cənnət eləsin. Allah valideynlərə, şəhid və ailələrinə səbir dözüm versin. Qazilərimizə möhkəm can sağlığı versin. Və bugün İlk yol açan şəhidlərimizdən biri olan Həsənov Sərxan Habiloğlu'nun da anım günüdür. Gəlin. Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq gəlmişik. Şəhidimizin ziyarətinə. Gördüyünüz hər biri bizim qəhrəman oğulların əzizlərdir. Allah hər birinə möhkəm can sağlığı versin. Allah səbirlərini versin. Hörmətlə və qürurla anırıq qəhrəman oğul, qəhrəman şəhidimiz. Allah ruhunu şad eləsin. Allah Samiraniyə, atasına səbr versin. Bizlər hər zaman Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq çalışırıq. Hər zaman şəhidlərimizin ziyarətində olaq. Bacardığımız qədər ailələrin, ata-anaların yanında olaq və gördüyünüz kimi bu missiyanı hər zaman Tovuzda ilk olaraq Tovuz Şəhid Ailələri yerinə yetirir və hər bir kəsin borcudur. Tək şəhid ailələrinin yox, hər bir vətəndaşın borcudur ki, şəhidlərimizin ziyarətində olsun. Ailələrin yanında olsun, ən azından mənəvi dəstək olsun, ata-anaların ürəyinə bir təsəlli olsun. Şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, atalara, analara səbir. Buyur Aydın ata. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ata-analarına Allah səbir versin. Qazilərimizə Allah can sağlığı versin. Çox sağ olun. Bugün biz Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Sərxan balamızın, abi qardaşın evladının il dönüm mərasimidir. Mən də Respublika üzrə anım günü keçirilir. Bu tədbiri biz də gəlmişik, ailənin yanında olaq, dərdini şərik olaq. Bunların bir yerdə olaq. Bir yerdə olmağımız ailələr üçün çox təsəllidir. Bu evlatlar elə bir evlatlar olublar ki, Azərbaycan tarixində işğalda olmuş torpaqlardan ilk dəfə bunlar sayəsində kafirlərdən təmizlənmiş, işğalda olan torpaqlarımız azad olmuşdur. 30 ildən bəri işğalda saxlanılmış torpaqları bu yolda onların canı bahasına işğaldan azad eləmişik. Bugünkü gündə onların sayəsində bayrağımız yüksəlir, dalğalanır. Allah xalqımızı var eləsin, ölkəmizin dövlətlər içərisində yüksəklikdə eləsin, həmişə Ali Baş Komandanımız da ölkə başçılığından əksik eləməsin. Amin inşallah. Arzu eləyərdim ki, xalqımıza bugündən belə əmin-amanlıq, sülh şəraitində xoş günlər arzu edirəm. Bütün şəhidlərimizin ruhu şad olsun. Amin inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrine səbir versin. 27 sentyabr tarixi Azərbaycanın 21-ci əsr tarixinə əbədi olaraq qızıl hərflər yazılmış
günlərdən biri və birincisidir. Bugünə qədər Azərbaycan xalqı, Azərbaycan Respublikası çətin və keçmişəşli yollardan keçmişdir və erməni işğalçıları, erməni millətçiləri Azərbaycan torpaqları hesabına, Azərbaycan ərazisi hesabına Böyük Ermənistan ideyasını reallaşdırmaq məqsədi ilə son 200 illik tarixdə Azərbaycana qarşı təcavüz, işğal, etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirmişlər və əsrin əvvəllərindən başladıqları soyqırımı siyasətini, təcavüz siyasətini 20-ci əsrin son illərindən daha da dərin şəkildə həyata keçirməyə başladılar və 1987-ci illərdən başlayaraq ermənilərin planlarının Azərbaycanda həyata keçirilməsi üçün münbit şərait yaradılmışdır. Və belə bir şəraitdə ermənilər Azərbaycana qarşı anti-milli siyasi xətt həyata keçirən, anti-Türk siyasəti, başqa siyasət, ermənipərəst mövqedə olan Qarbaçovun şəxsində özlərinə daha böyük himayədar tapdılar və Azərbaycan Respublikasının torpaqlarının Ermənistana birləşdirilməsi, işğal edilməsi, Azərbaycan xalqının tarixi saxtalaşdırılmasına qarşı hələ 1965-ci, 87-ci illər arasında bunların qarşısına sədd çəkən, qarşısına alan Heydər Əliyevin SSR rəhbərliyindən kənarlaşdırılmasından sonra ermənilər daha da böyük hücum əməliyyatları həyata keçirmişlər və 88 ildən başlayaraq Azərbaycanın əraziləri işğala məruz qalmışdır. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin, əgər Heydər Əliyev 87-93-cü illərdə hakimiyyətdə olardısa, onda ermənilər cürət edib Azərbaycan torpaqlarına hücum əməliyyatları, işğalçılıq siyasətini həyata keçirə bilməzdilər və SSR rəhbərliyi də Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı qeyd elədiyimiz kimi anti-Türk siyasəti, anti-Azərbaycan siyasəti həyata keçirməsəydi, ermənipərəst mövqedə olmasaydı, bugün 27 sentyabr tarixində də əks hücum əməliyyatına ehtiyac qalmaz. Yəni Azərbaycan torpaqlarının işğalı baş verməsəydi, əks hücum əməliyyatları da həyata keçirilməzdi. Və sonraki illərdə qeyd eləmək lazım, xüsus qeyd eləmək lazımdır ki, Azərbaycanın bugünkü uğurlarının, yəni 27 sentyabr tarixinə gedən yolun başlanğıcı 1993-cü 15 iyun tarixindən müdrik rəhbərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtışından sonra qoyulmağa başlamışdır və Heydər Əliyevin hakimiyyət illərində 10 il fəaliyyəti dövründə həyata keçirdiyi siyasətin davamı olaraq Prezident Cənab İlham Əliyevin 2003-cü ildən həyata keçirdiyi siyasətin davamı olaraq Azərbaycan xalqı iktidarın ətrafında birləşərək Azərbaycanın qəhrəman igid cəsur oğullarını, Azərbaycan xalqının vətənpərvər ruhda böyütdüyü oğullarını qəhrəmanlığına, igidliyinə, cəsurluğuna, döyüşkənliyinə ölkə prezidenti arxalanaraq 27 sentyabr tarixində əks hücum əməliyyatının həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinin, Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 51-ci maddəsi tərəflərinə uyğun olaraq beynəlxalq hüquq normalarına və prinsiplərinə əsasən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və sülhün təmin edilməsi üçün bu günün 27 sentyabr tarixində əks hücum əməliyyatlarının həyata keçirilməsi haqqında əmr vermişdir və bugünkü uğurlarımızın, nailiyyətlərimizin təməlli qoymuş. Yəni uğurla başlanan 2-ci Qarabağ müharibəsi bu cür qəhrəman igid oğullarımızın, şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, ordumuzun gücü ilə, xalqımızın dəstəyi ilə və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu bəstəgörlü, düşülmüş daxili və xarici siyasətin və bu siyasətə Azərbaycan xalqının verdiyi dəstəyin nəticəsi olaraq 44 gün ərzində dünya ölkələrinin həll edə bilmədiyi məsələləri Azərbaycan ordusu həll etmişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı qorusun, Allah şəhid atalarına, analarına can sağlığı, uzun ömür versin ki, həqiqətən onlar vətənimiz üçün, xalqımız üçün bu cür qəhrəman igid oğullar böyüdüblər. Bizim şəhidlərimizin hər biri Qarabağımızın fatihidir, Azərbaycanın milli qəhrəmanıdır, vətən müharibəsi qəhrəmanıdır. Onları bu ruhda böyüdən, vətənpərvər ruhda böyüdən ataların, anaların hər biri
Azərbaycan xalqının 21-ci əsr tarixinə milli qəhrəman olaraq, Vətən müharibəsi qəhrəmanı olaraq, əsl xalq qəhrəmanı olaraq daxil olmuşlar. Allah cəmi şəhidlərimizə bir daha rəhmət eləsin. Onları qəhrəmanlıqda böyüdən atalara, analara bir daha Allah Taala can sağlığı, uzun ömür versin ki, həqiqətən 21-ci əsr tariximizi bu cür oğullar yazıblar. Şəhid atalarının, analarının böyütdüyü və vətənpərvər ruhda onları ruhlandıraraq, vətənimizin müdafiəsinə istiqamətləndirərək, Azərbaycanın zəfər tarixinin yazılması üçün canlarını qurban vermək üçün onları bu günümüzə hazırlamışlar. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ata-analarına, ailələrinə səbir dilir. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Allah şəhidlərimizin yerini cənnət eləsin. Ancaq mən bir söz demək istəyirəm burada hamı şəhid ailəsi. Bu Turan birinin yaradan da kim olursa çox, yani o şəhidlərə beraber bir igid oğuldur ki, igid qızdır ki, bunu təşkil edib şəhidlər yaddan çıxmasın. Bu şəhidlər bizim 21-ci əsrin Babəkli Koroğlusudur, Qaçaq nəvsidir. Bizim bu qəhrəman oğullarımız görün nə qədər igid qəhrəman oğulaydı ki, prezidentin arkasında möhkəm durdu. Bir dənə fərari olmadı ki, Azərbaycan əsgərinin fərari var. Yani bunlar prezidentin elə bir sağ əli idi, sağ əldə oldular, həm özlərini ucaltdılar, həm prezidentini ucaltdılar. Allah prezidentə can sağ versin, bunların da yeri cənnət olsun. Amin. Canın sağ olsun. Sağ olun. Rəhmət eləsin. Allah ruhunu şad etsin, mekanı cennet inşallah. Allah sabır versin anasına, atasına. Cəm şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də Allah can sağlığı versin. Yerdə ruhları şad olsun şəhidlərimiz. Amin inşallah. Buyurun hanım. Şəhidlərimizin ruhu şad olsun, yerləri cənnət olsun. Allah ata-anaya da səbir versin. Buyurun Sayın Duran. Bugün Respublikamızda anım günüdür. Müqəddəs şəhidlərimizin, qəhrəman oğullarımızın anım günüdür. Bugünkü gündə rayonumuzun da ilk qəhrəmanı şəhidlərə deyək bir yol açanı, ilk şəhidi Sərxan Habil oğlunun ziyarətindəyik. Qəhrəman şəhidimizin, o da evin yeganə oğul evladı idi. Allah məkanlarını cənnət eləsin. Hər bir qəhrəman balalarımızın, hər biri qəhrəmandır. Hər birinin özünə məxsus bir yolları var, döyüş yolları var. Hər biri yəni fəxr olunacaq. Haqlarında kitablar, dastanlar yazılacaq oğullardır. Hər birinin ruhu şad olsun, məkanı cənnət olsun. Allah ata-analara, ailələrə səbir versin. Yerdə qalanların hər bir əmanətləri, nişanələri Allah qorusun. Bacı qardaşlar Allah qorusun. Amin. Şəhid balamızın yeri cənnət olsun, ruhu şad olsun. Allah ata-anasına səbir versin. Bütün şəhid balaların yerləri cənnət olsun. Bugün Respublika anım günüdür. 27 sentyabr Azərbaycan xalqı üçün müharibənin 2-ci Vətən müharibəsinə başlandığı gündür. Və Sərxan Tovuzumuzun ilk şəhidi. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Allah xalqımıza, yurvamıza səbir versin. Və Allah'tan arzu edirəm bir daha bu xəbər heç bir ailəyə qismət olmasın. Amin inşallah. Buyurun Nuriye Hanım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sərxan balamızın da onun kimi yerlər cənnət olsun, məqamlarımız olsun. Amin. Bütün şəhidlərə Allah səbir versin. Buyurun Güzel Hanım. Bugün Respublikamızda ümumi şəhidlərimizin anım günüdür. Bizlər də Tovuz Şəhid Ailələri Birliyi olaraq Tovuz rayonunun 27 sentyabr 2020-ci ildə ilk günündə Tovuzun ilk şəhidi Sərxan balamızın anım günündəyik.
onun ailəsinin yanında olub, onun ailəsinin göz yaşlarını silməyi biz hər birimiz, hər bir şəhid ailəsinə özünə bir borc bilir. Allah şəhid Sərxan balamızın timsalında bütün Azərbaycan şəhidlərinin ruhunu şad, məkanını cənnət, məqamlarını ucadan uca eləsin. Bütün Azərbaycan şəhid ailələrinin hər birinə Allah can sağlığı, səbir, dözüm versin. Amin inşallah. Atalarına, analarına səbir versin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Amin inşallah.